Hə, yəni gəlmiş Külək restoranında küləkli bir havadır. İki manat qabaq. İşləyən dişləyər aydan. Bu Bakı Qutabın axırıncı razmerdir. Bakıda böyük yaxın. Uzun Pro Max. Biz də başa düşmürük ki, bizə kompliment niyə görə? Rümka belə Bu görə. nəsə partlayıcı hesab edir. Asparking naxadı ucu 40 qəpikdən 70 qəpiyə qaldırır buraları. Həmişə içmələrdə və küləklərin. Küləkləmin həzrə. Salamlar. Bugün ayın Üçüdür. Küləkli bir iyul günüdür. Bəli. Küləkli bir axşamdır və biz Külək restoranına gəlmişik. Hə, yəni gəlmiş Külək restoranında küləkli bir havadır. Xudmani bir Həqiqətən danışırıq. stol ətrafındayıq. İlk dəfəyik burada, amma ümidvarıq ki, xoş bir Təəssüratla çıxıb gələcək. ayrılacağıq buradan, bəli. Sabahsı gündə hər şey yaxşı olacaq, Bəli. normal yatacaq, duracaq. Heç bir yerimiz ağrımayacaq. Bəli. Bəli. Bizim yaşımızda O arada. Çox vacib. Çox artıq, hə, bizim 24 yaşımız Yaşımız deyil deyil, ki, biz bəli. içə arsız səhər. 40-a yaxınlaşırıq. Gedək sessiyanın imtahanından 5 alaq. Amma artıq bir dənə düzgün getməyən yeyib içmək bütün həftəni zay edir. Bəli. Ona görə də buna uyğun Aktivirin Google-də, vitamin C-də, Yentar rəqsatı. Paket bir səni. hamısı apteçkada olmalıdır. Və ən əsası düzgün ara seçməlisən. Bəli. Aydın bu aranı çox yaxşı tanıyır və bilir. Hamı tanıyır, aydın. Bəli. Bəli. Mənə elə gəlir ki, masa çörəkdən başlayır. Böyük simpatiyam var, özləri çörək yapan restoranlar. Və Və burada zakuskalar da bizim qabağımızda düzüblər. Əslində patnos Qəlyanaltılar. gəlmişdir. Qəlyanaltılar, düzdür. Rafaelo demişdim. Rafael Bulardır. Bu gavalıdır, gavalı salatı. Gavalı Rafaelolar. Toyuqlu bir salatdır, hansı ki top şəklinə gətirilib. Ola bilər biraz mayonez də Biraz olur. Belə Yumrulamaq üçün də. Bəli. Və ya da ki yağ. Amma ya Bu amatördir. arağın yox, bu ağ şərabın Şərab, tipik qəlyanaltısıdır, snekidir. Bu badımcan əzməsi də çox dadlıdır. Bu badımcan əzməsi bəli. Bu isə Türk sayağı qəlyanaltılardır. Bunlar Burada faydalı. smetan və ya başqa bir yağlı ağartı olmalıdır, badımcan közdə olmalıdır. Babıqamış səhv eləmirsə qatıq bazasında edilir. Bu isə turşuluğu yoxdur. Közdə badımcan közü burada hiss olunur. Bugün deməli bizə nə gələcək? Burada maraqlı pirajklar var, həm ət, həm kartof, qutab, Bakı qutabı. Bakı qutabı, sonra kətə gözləyir. Daha sonra tuşonka, kartofla, çığırtma, sonunda da aş, şüddü aş. Kabablar da olacaq. Kabablar da olacaq. Bura məşhur kabablar var. Əslində Çox var. mən dedim ki, aş biraz çoxdur. Aş çığırtma ilə Çığırtma da məncə çıxarma olar. Yemək bugün çoxdur bizdə. Mən inanıram ki, bu yemək, bu pirajki çox dadlıdır. Amma tam yemək istəmirəm ki, kurslarda qalsın. Çox dadlı, amma əla. Doğrudan. Özdə yaxşı ki, biz acıqla sifariş verməyək halonlarla, yoxsa şota yazardılar. Onsuz da pirajki acıqa gəlir. 2 manat qabaq. Ləzzətlidir. Yaxşı. Svejidir. Süper. Xəmiri birincisi xəmiri incədir. İkincisi hiss olunur ki, düzgün yağda bişirilib, yağı təzədir. Üçüncüsü naçinkası boldur. Dördüncüsü də duzu yerində, ədviyyatı yerində. İstiyotu. İstiyotu yerində. Qəşəngdir. Çox belə qəşəng pirajkidir, məsləhət görürəm. Acıqası. Buranın povranın sağlığına. Poverin sağlığına. Poverin. Təzə pür. Amma həqiqətən də bizim birinci badəmiz buranın povrun sağlığına. Bəli, bəli. Sağ olun.
İşləyən dişləyər aydan. Ətin Nə fərqi var ki? tamından ətin nə fərqi var ki, sevirəm pirajkini. Ətin tamından görsənir ki, təzə. Təzədir? Bəli. Bir ət əvvəl qovrulub, sonra əlavə olunur. Sonra alınır. Biz indi bilmirəm bu çarx nə vaxt efirə çıxacaq Bu çarx iyul ayının ərzində çıxacaq. ərzində. Dünya çempionatı gedir və dünən Norveç Braziliyanı 2-1 hesabı ilə utdu. Mən ümumiyyətlə idmanla heç bir aram yoxdur. Nə baxıram, nə eləyirəm onu. Amma belə Azərbaycan xalqı üçün mən onu arzulayıram ki, heç olmasa bizim futbol yığmamız nə vaxtsa dünya çempionatında iştirak eləsin. Bəli. İnşallah. Çox yaxşı sağlıqdır. İnşallah. İnşallah. Sağ olun. Hələ ki mən bilmirəm yəni ki bunun göyərti sastavı necədir. Əslində sumağı bu qutaba vurmurlar. Bu kətəyə vurmurlar. Sumaq yaxşı ət yeməklərindən uzlaşır. Mən bunun üstünə ya belə ağartı xoşlayıram, ya smetan olsun, ya Süzmə olsun. nehrəyə olsun, belə ya qaymaq olsun. Mən isə Bunlar belə yeyir. dədə babalar necə eləyib? Bunlar qatıqla. Qatıqla. Bunun üstünə biraz duz, bir istiyorcuk. Aydın artıq bunu açıb, Açıb və avratı bağlayır. ya avratla bükür. Hoppa. Bu Və vaxtda biz neynir? xalçaları Bunu görür ki, dadına baxsan. necədir? Aydın Xoş səncə adamı kimi öldürməyiblər. 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 Bu o deməkdir ki, göyərtini bəzən pörtürlər, bu göyərti sokunu verir. Sonra onu qutaba vururlar. Mən bilmirəm niyə görə belə edirlər. Amma mən xoşlayıram ki, qutabın içinə, kətəyin içinə göyərtini şax qoysun oradan, yəni ki, Sağlam vəziyyətdə. sağlam vəziyyətdəki o sokunu heç olmasa o həmirinə versin. Və işin xoşlayıram ki, bunun içində turşəng olsun. Yəni ki, tək keçli şüyd olmasın, biraz sarımsaq olsun. Dedim. Kafa. Turşenk yoxdur. Turşan yoxdur, o Turşenk yoxdur. xəmiri nazikdir, qatırlarkən qatılır. Hiss olunur da. Əsl Bakı qutabı. Ha, üstü də biraz sarıdır biraz, qaymağa, əsl verəkən. Əslində mən Bakı qutabını ətli gözləyirdim. Bu Razmerli kətədir, kətədir. Bu Kətədir. Əsl Bakı qutabı zadı deyil. Kətədir. Peraşki ilə bu qutabını bütün yəni bitirmə olar. Allah deyirəm. Bu Lay's deyil. Bu chips Kartof chips. Bəli. Bu rəng onun təzahürüdür ki, bu kərə yağında bişib. Xırt-xırtlı yeməklərlə, kartofla bu cür tuşonka çox qəşəng Kombinasiya. kombinasiyadır. Ver. Tuşonka əməli başlı tuş oldu. Nə oldu? Tuş. Tuş gəldi. 11 tuş. Tavan istiliyinə. Yəni ki, elə deyək də, bir yaşlı uşaq, hansı ki dişləri təzə çıxıb, hələ bir uşağın dişi nə vaxt çıxır? İndi çıxır. 6-7 aydır. Gedir indi. Proses. Maşallah, Ələkbərin oğlu böyüyür. Oğlum Uşağa tuşonka bu cür versən. yemək, kimsə yox, amma bu tuşonka yeyə bilər. Yəni ki, yumşaq yeməkdir. Dəfnə yarpağının iyisi, soğan hiss olunur, amma soğandan heç bir şey qalmadı. İmino dadlıdır, onun imino dadı qəşəngdir. Çünki həm dəfnə yarpağı, həm də qaroşku boldur, qəşəng sözdür dad. Даже biraz şey oxşayır. Mən xoşlayıram şəxsən konfet. Ələkbər, Bəli. mənim sevdiyim sağlıqlardan biri izləyicilərin sağlığıdır. Təki sağlam olun. Sağlam olun, Onda yaşayın. mən içirəm səviyyəli izləyicilərimizin sağ olun. Elə. Mən həmişə elə bilirdim ki, çığırtma mütləq yumurta ilə olmalıdır. Mən də belə fikirləşirdim həmişə. Pomidor və soğanda, karamelizə olunmuş soğanda tez pişən kənd çolpası qızardılıb. Tam kənd toyuğudur. Sən düz deyirsən. Şəhərdə böyümüşəm. Şəhərdə böyümüş kənd toyuğudur. Amma dadı var ki, broiler deyil. Çox dadlı yeməkdir. Çox dadlı yemək. Biz sadəcə doyduq deyə. Əslində
bugün bura gələnlərin 2 dənə məclisə bölsəydik, polnu doymaq olar. Bəs eləyərdi, bəli. Yəni ki, hansı yeməkdir? O kətə ki gəldi ha. Kətədə mən уже doymuşdum. Porsiyalar yaxşıdır. Porsiyalar yaxşıdır. Bakı qutabı da belə iri yaxşı Bakı qutabı gəldi. Bu Bakı qutabın axırıncı razmerdir. Ondan böyük уже Bakıdan qırağa keçir. XL-dir. XL-dir, даже XXL-dir. Bakıda böyüyür abi. Bakıda böyüyür, qutab da Bu böyüyür. Xırdalanla qranisada olan baxımlardır. Azərbaycanda qardaşım. Məzərim yox. Burada bir dənə şərab var. İndi Səfər onun texnikasını bizə göstərəcək. Texnika yoxdur, sadəcə bir tərəfdə qutabı naşarabla yeyirlər, ət qutabını. İçinə zirniş qatıblar. Belə əti boldur, əti dadlıdır. Yağı yerindədir, biraz yağlıdır, normaldir. Qəşəng qutabdır. Qaşaq qutabı. Qəşəng. Bəli, mən ümid edirəm ki, tək bugün bizim burada çəkilişimizə görə yox, burada daimi olaraq bu cür dadlı süfrələr açılır, təamlar verilir. Çox tatlıdır. Hələ ki mən nəsə zəif görmədim. Hamısı səviyyədə, level top. Bugünkü təamlar bir-birindən gözəldir, yaxşıdır. Odur ki, yolumuz Elmər tərəfə düşsə, mütləq gəlin dadın. Çünki çox dadlıdır. Yəni burada peraşkindən tutmuş, düz kabablara qədər hər bir yeməyi dada bilərsiniz. Sağ olun. Sağ olun. Budur, kabab gəldi. Əslində bu kababı bilsin mənə nəyə xatırlatdı. Hərdən bir tək dana şəhərdə yarım saatlıq vaxtın olur. Gedirsən kababxanaya tez bazar. Biz burada 6 nəfərik belə bir porsiyaya əslində restoranın simicliyi deyir. Sadəcə Biz özümüz yəni biz özümüz dedik ki İsrafsız olmaz. Özünüz görürsünüz ki, burada oca nazirliyinə gözlənir də. Quzu Promax, hə, bu mini quzu. pedofitdir, nədirsə. Yenə başladı da. Mən o qədər dərinlik bilmirəm, amma dadına baxa bilərəm. Dadına bax, mən əminəm ki, yəni ki, burada dadına baxmamış vidindən bilirsən ki, bu nə cür kabab olacaq. Bu kababı deyəsən rezajjalka ilə Ola bilər, yaxşı mangallar. spiral rezajgal da olsa. Amma o da var. Super. Bura əsl ailəvi məkandır. Yəni siz ailə ilə də gələ bilərsiniz. Rahat. Yəni bu kabinetdir. Çöldə Terası var. terası var. Çöldə bir neçə dənə kabineti var. Hərənin də öz adı var. Həzridir, gilavardır, mehdir, tufandır. Səviyyəli və keyfiyyətli yeməkləri var. Onu da qeyd etmək lazımdır. Kabinet, dizayn əla. Vıtışqa fantastik. Kim siqaret çəkir, vəbşə hiss olunur. İyi yoxdur. Lətifin sözünə qüvvət. Qabaqları restorana gedəndə gəlirdin evə hamı bilirdi ki, sən kababxanadasan da. Girən kimi bir dənə paltaryan maşın satmaq lazım idi. Bugünün nömrə 1 yeməyi məncə tuşonkadır və o chips kartofdur. Mənə hamısı lazım. Yoldan Hayır, baba sən israfçılıq istəmirsən. 4 gün əvvəl necə oldu ki, şot adam başına 200 manat oldu? Bu israfçılıq Bizim istəmən bir adam. dənə də digər dostumuz var ilkin. Sən ona dedin ki, niyə alkoqollu içkilər çox idi orada? Sən ona dedin. Sən buna dəli Bir oldun. dənə pivnoya gəlmişdik, nəsə oturduq. Nə bilim, hər həmişəki kimi də stolun üstünə ondan göbələk çipsi. Bizə hələ orada kompliment Ha, biz də başa düşmürük ki, bizə kompliment niyə görə, rümka belə Bu görə. necə partlayıcı hesab idi Biz orada. də içirik, mən də zarafatçasına deyirəm, yağın hər dəfə 500-ü keçəndə bizə bir dənə padarka eləyirik də. Növbət dəfə gələndə mən də deyirəm, yağın ucu mindi ona görə. 6 nəfərə şot gəldi, 1200 manat. Oh! Maşallah. Bet şandon içirdi. Demək olar. Если бы. Demək olar. Belə. Amma biz bu tundur içirik Bəli. və çox qəşəng yaradı. Tundrix yaradı. Yes. Həmişə belə iyi bişməklərdə. Bəli, indi. Elə adamlardan için ki, onlarla tundrada gələrsiniz. Bəli, gəl bir dənə də buranın ünvanını deyək və bitirək. Bilən. Bura yerləşir Elmər ərazisində. Renesans Palas çox güman ki, hamınız tanıyırsınız. Əgər tanımırsınızsa, Əkümüd, onu da çox adam yəni tanımır. Yəni Bakı dövlətdən Zahid Həlilov küçəsindən üzü Yasamal tərəfə getdikdə köhnə xleb zavodu var idi burada və Renesans Palas bu orientir kimi. Süzməli var burada, olmuş orada. Bəli, süzməli var. Köhnə birinci süzməli. Çoxlu burada coffee shoplar var. Yəni bu küçə başlayır biraz populyarlaşmağa. populyarlaşmağa, bəli. Kvadrat metrəsi burada binalarda hardasa padmayıq 4000. Yəni
Bu restorana gəlib yeməkdən sonra tonla qalxıb Asfalt naxadı ucu 40 qəpikdən 70 qəpiyə qaldırır buraları. Ucu Yəni- hər şey belə gedir burada. Yəni qəşəng yerdir. Külək restoranı. Odur ki, gəlin. Həmişə Yeyib içmələrdə. və küləkləməyin. Küləkləməyin, ay sağ ol. Küləkləməyin izi bilməyin. İnanıram ki, biz bugün küləkləmədik. Yox. Yox. Küləkləsəydi indi Akşın qayçısına güvən.